Azərbaycanlılar xortdan deyir, Tuva türkləri xortan deyir, Türkiyə türkləri isə xortlaq deyir. Bu qədim türk dinindən gəlir. Qədim türk inancına görə savaşda ölməyən insanları göy tanrı qəbul eləmirdi cənnətə. Ona görə də onlar yenidən yerə dönürdülər və yerə dönəndə nifrətlərini bütün bəşəriyyətə salırdılar. Həminki bu varlıqlara isə xort sözündən gələn xortan deyirdilər. Yəni yenidən xortlamış, qəbirdən çıxmış mənasını verirdi. Zamanla bu mif bütün Avrasiyanı gəzdi və xüsusilə də İslamla tanışandan sonra türklərdə öz yerini saxladı. Azərbaycan türklərində isə bu özünü xüsusilə məzarlığın yanından keçəndə göstərir. Hamımızda bu adət var ki, məzarın yanından keçəndə dua eləyirik. Əslində o dua bir-birinə xortdandan qorunmaq üçündür. Çünki Azərbaycan türklərinin əksəriyyəti inanırdı ki, xortdanlar xüsusilə məzarlıqda olur. Çünki elə orada xortlayıb elə orada da qalıb. Yəni kimsə oradan keçsə onu dişləyəcək, onu yeyəcək. Bu inanc gedir lap kökünü qədim türklərdən alır. Çünki qədim türklər bir savaşçı toplum idi. İnanırdılar ki, əgər savaşmasalar, yəni bu qılıncların çəkməsələr, nə olacaq? Bu arada xəncərdir. Əgər çəkməsələr, Tanrı onları qəbul eləməyəcək. Hətta bilirsiniz, Qazi Bürhanəddinin şeirlərindən də deyir ki, döşəkdə ölən yiğit murdar olur. Yəni sən əgər savaşda ölməsən, normal yatağında ölsən, adam sayılmırsan. Sırf bu inancı inkişaf eləmiş halı həminki xortdan idi. Yəni savaşda ölməsən, bu dünyaya yenidən dönəcəksən və pis həyat yaşayacaqsan. Bir növ vikinglərin də beyninə oxşuyur. Skandinaviya xalqları da savaşçı xalqlar olduğuna görə Valhallaya qəbul olunmaq üçün gərək savaşda öləydilər. Bu savaşçı kültürlərin ortaq dünya görüşüdür.